Ona görə Peyğəmbərin Şaban ayındakı orucu diğer aylardaki orucdan daha çox könüllü ibadətdir, vacib deyil. O Şaban ayının böyük hissəsini oruç tutardı. Peyğəmbərimiz soruşanda ki, niye ey Allah Resulü? Deyir, bu ayda insanlar biraz gafil olurlar, yani unutkan olurlar. Çünkü Ramazana yaxın olduğu için hamısı Ramazanı gözləyir, ibadətlərdə, oruc ibadətinə önəm vermirlər. Ona görə istəyirəm ki, əməllərim içərisində oruc olsun. Çünki əksində ilin əməlləri məhz bu Şaban ayında Allaha yüksəlir. Ona görə hətta alimlər buyururlar ki, Şaban ayı tutulan oruc haram ayları tutulan orucdan daha fəzilətlidir. Könüllü oruc yani. Yani müstəhəb oruc. Ramazana yaxın olanıdır. Şabanı tuturuq, Ramazan orucu tuturuq, Ramazandan sonra Şəvvaldan da tutur. Yani Ramazanın əvvəl oruc, Ramazan özü oruc, Ramazandan sonra da oruc. Görün, nə gözəl bir nədir? Əməldir bu. Hansı ki, önümüzdə günlər qalır. Peyğəmbərimiz s.ə.v müstəhəb orucunu, baxın deyir, belə keçirər. Deməli, bu mühim bir məsələdir.